Bugün Azərbaycan Mətbuat Şurasında Şuranın təşəbbüsü ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında və uşaqların zərərli informasiyadan qorunması haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi keçirilib. İctimai müzakirələr zamanı iştirakçılar qanun layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, sözü gedən məsələyə diqqət artırılması olduqca vacibdir. Onun sözlərinə görə informasiya mühitində baş verən dəyişikliklər, xüsusilə uşaqların zərərli informasiyadan qorunması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir. Mətbuat Şurasının sədri qeyd edib ki, layihə ilə bağlı ictimaiyyətin, media nümayəndələrinin və ekspertlərin rəylərinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, bu cür müzakirələr qanunvericiliyin daha təkmil formada hazırlanmasına töhfə verir. Burada bizim uşaqların sosial şəbəkələrdən istifadə məsələsi gündəmdədir və belə bir qanunda nəzərdə tutulur ki, gələcəkdə 16 yaşına gələn uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulsun. Bundan bağlı əlbəttə ki, dünyada fəaliyyət göstərən böyük şirkətlər, platforma provayderlərinin Azərbaycanda nümayəndəliklərinin açılması vacibdir. Hesab edirəm ki, bu qanun artıq ictimaiyyət tərəfindən yaxşı qarşılanıb və çox güman ki, qanun qəbul olunandan sonra dünyada fəaliyyət göstərən böyük şirkətlər, böyük platforma provayderləri Azərbaycanda fəaliyyət göstərəcəklər, nümayəndəlik açacaqlar. Müzakirələr zamanı qanun layihəsinin informasiya təhlükəsizliyinin gücləndirilməsi, uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitdə məsuliyyətin artırılması baxımından əhəmiyyəti vurğulanıb. İştirakçılar sənədlə bağlı rəy və təkliflərini səsləndiriblər. Fərdə Şahbazova, Əsgər İbrahimli, APA TV.